Allah eşqinə kommentlərdə bir nəfər biri mənə kömək olsun. Deməli, hər kəsi yenidən salamlayıram. Bugün bir problem haqqında danışacağım. Qarabağ Universiteti mükəmməldir. Qarabağ Universitetində söhbət edeyim. Mükəmməldir ha, yəni bu olunan layihələr, onlar, bunlar biz o qədər inkişaf etdirməkdən yana əlləşirlər ki, və həqiqətən də olur da, buna əminəm ki olur. Özümdən bilirəm. Hətta o qədər yaxşı inkişaf edir ki, düşün ki, nə qədər yaxşı inkişaf edibsə və inkişaf edirsə, gecələr yatmırsan və fikirləşsən. Bu arada gecələr yatmırsan, başqa bir şeylə yatmaq deyil. Gecələr fikirdən yatmırsan ki, görəsən eləyə bilərəm, eləyərəm, deyirsən özünə. Ancaq buradakı bir problemdən danışım, amma yataqxananın problemidir, bunun üstün yox. İnternet. Aqa, IP adresini dəyişməklədir. Bax, mən 100% deyirəm, bir nəfər bir məsləhət versin mənə, bu interneti necə edeyim? Amma VPN-lə hər hansı bir proqramı falan aça bilsən, eyvallah, hə, bir şey, sınırlama olmalıdır, haqdır. Sözüz haqdır, hə, bir sınırlama olmalıdır internetdə. Amma nə oyuna girə bilirəm internetdə, nə mən bir şey edə bilirəm, sosial media və ChatGPT-dən istifadə edə bilirəm tezə. Kömək edeyim. Yəni bu böyük problemdir. Həqiqətən təminatsızlıq böyük problemdir və bu təminatsızlığı nə təsəlli etmək lazımdır. İnşallah səsimi duyarlar və kömək edərlər. Mənə bir məsləhət verin, bir nəsihət verin.